Adam artıq hərbiçinin üzünə yalan danışır. Yəni hərbiçi gəlir, ona deyir ki, vəziyyət orada bu haldadır və bizim vəziyyətimizin o halda olmağının səbəbi nədir? O gülə-gülə deyir ki, yo, hər şey yaxşıdır, söhbət paplan, sənin xəbərin yoxdur. Əslində, indi göstərəcəm sizə o videonu və o hərbiçilərə söz verəndə onun zərif belə müraciətinə bir fikir verim. Belə, yəni, yəni belə, buyurun, sizə belə. Yəni, çünki onlar vuruşurlar, axı, onlar onun üçün vuruşurlar. Çünki orada hər bir ölən ancaq Putinin bir gündə hakimiyyətdə qalması üçündür. Onu da 5 il bundan əvvəl biz burada hər gün demişik. O 1500 ancaq onun hakimiyyətdə qalması üçün. Bugün Putin yoxdur, müharibə dayanır. Heç kim öldürmür. Heç bir uşaq ölmür, qan tökülmür. O 1500 ölmür. Qayıdılır geri. O dəqiqə növbələr yoxa çıxır. Benzin qayıdır yerinə. Onun üçün ölür. Onun üçün o çox belə... Baxın, görün necə müraciət edir. Пожалуйста. Как уже говорили ранее, война становится с каждым днем все более технологичней. Противник выводит на поле боя уже рои ударных дронов под управлением систем искусственного интеллекта. И нам, как сказать, в этом условном соревновании важно не только не отстать от противника, а превзойти его. Дроны противника летают под управлением спутниковой системы связи Starlink. А у нас такой системы нет. Прошу вас дать поручение нашей промышленности найти решение данного технического вопроса. Я уже сказал, у нас такая система есть. Она появилась, она внедряется. Вопрос в масштабировании. Это требует определенного времени, но она создана, она функционирует. Вопрос в наращивании спутниковой группировки. И это наращивание идет. Вот совсем недавно был очередной пуск. Сколько вы вывели? 16. Плюс 16 аппаратов вывели. Этого, конечно, абсолютно недостаточно. Но самое главное, что проблема решена технологически, интеллектуально. Вопрос в наращивании группировки. Это будет происходить дальше. Так и будем работать. Açıq yalan danışır, başa düşürsünüz. Adam səngərdən gəlib deyir ki, Starlink işləyir orada və biz bunun üçün uduzuruq. Texnoloji inkişafda biz geridəyik, Starlink'i söndürüblər. Bizim hələ cihazlarımız yoxdur. Deyir, yox, hələ cihaz var. Səngərdəki bilmir, amma o bilir. Və deyir, o nədən danışdığından xəbəri yoxdur. Çünki internetlə... Başa düşürsünüz, bugün Putin komandası ilə üzbəyiz olan komanda artıq süni intellektin əcdahalarıdır. Yəni, süni intellektin dahiləridir. Həmən o Fyodorov, 35 yaşı var. 35 yaşı mənim oğlum yaşındadır. Müdafiə naziridir. O süni intellektlə bütün o işləyir və bütün zavodları, filanları, Krımı o hala salmağı, Rusiyanı bu hala salmağı, bu süni intellektin təklifidir ki, bunlar Rusiyanı sən ancaq iflic eləyə bilərsən və eləyir də. Və dəqiq zərbələr var. Orada Macar var, Robert Macar, o milliyyətçi Macardır. O bütün o dronların başında sputniklərlə iş görən odur. Budanov kəşfiyyat. Yəni, o tərəfdə dahilər oturublar. Özü də cavan dahilər oturublar. Bu, tək özü idarə edir. Yandanca bu nə deyir, ona qulaq asırlar. Amma özü işinə xəbəri. Çünki internet, bu heç notebook'u yandıra bilmir. Çünki ondan keçən dəfə soruşdular ki, Господин prezident, yəni cənab prezident sual verdilər. Dedilər ki, siz internetlə məşğul olursunuz. Dedi ki, mən bəzi, inaqdan elektrik knopki nажимаю. Bəzi knopkalar, hansı knopkalar ki? Hansı knopkalar? İnternet YouTube'dur, Facebook'dur, Instagram'dır, TikTok'dur, X, sosial şəbəkələr var. Bu bilmir axı nədir o? Elə bilir o knopka da basırsan orada nəsə uşaqlar üçün oyun göstəriləcək elə bilir. Suyun içilə filan bilmir, onun üçün uduzur. Və başa düşürsünüz əskərə nə deyir? Deyir ki, biz artıq, düzdür, bizim elə gücümüz yoxdur, amma biz məsələni, решили вопрос, deyir, məsələni həll eləmişik. Cəmaat ölür orada, günə 1500 ölür. Necə həll eləmişsin? Yoxdur axı. Starlink ondadır. Deyir, 16 peyk bu yaxınlarda bıraxacağıq. 16 peyk. 10.000 peyki var ancaq Elon Musk'ın. 10.000. 16 peyk. Hələ bıraxılacaq, bıraxılmayacaq. Deyir, hələ bıraxılacaq. Mən əminəm ki, bıraxılmayacaq. Çünki Rogozin yazıcadı da. Pis yerinə də gəldi, dəydi axırda drone, amma nə raket bıraxırdı, uçmurdu ki, yedi qaldı. Özü yazıcadı Anqaranı 9, 8, 7 saydı, 3, 2, 1 Anqara uçmadı. Canlı efirdə uçmadı raketləri. Amma 16'sını da bu dəqiqə bıraxsa, o heç nə deyib, mənasız bir şeydir. Söhbət 10.000 peykdən gedir, ancaq Elon Musk'da.
10 min o hər yerdə işləyir və hər yeri də idarə eləyir. 16 pek Pirdyumovkanı ancaq şey eləməyəcək, o eləyəməyəcək, onu da idarə eləyəməyəcək. Özü başa düşmür nə danışır. Yalan danışır. Biz isə gerçəkləri danışırıq. Bura press klubdur. Həqiqətlər söylənir. Həqiqət isə ondan ibarətdir ki, biz 50 milyonluq qüdrətli bir xalqıq. Əgər tarixi bilgi ilə, araşdırmacı intellektlə, yəni analitik intellektlə, əgər biz strateji düşüncə ilə öz millətimizin gələcəyini bilmək istəyiriksə, keçmişini bilməliyik. Keçmiş isə bizə çox böyük qüdrət göstərir. Və o qüdrətin biz heç bir imperiyanı bərpa eləmirik. O qüdrəti bərpa etmək üçün sadəcə biz bir xalqa çevrilməliyik. İmperiyanı deyil, qüdrəti bərpa etmək üçün bir xalqa çevrilməliyik. Bir xalq 50 milyonluq Azərbaycandır. Azərbaycanlılardır. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Ənzəliyə, Xoya, Urmiyaya, Dərbəndə sevgimiz, salamımız var. Təşəkkürlər. Tanrı sizi qorusun.